Buraxılışdan öncə bir çox şagirdin ağlında olan vacib sual. Buraxılış imtahanına nələr düşür? Bizi hansı sual tipləri gözləyir? Bugünkü videomuzun mövzusu budur. Sizdən bir istəyim budur ki, səhifəni izləyin. Ondan sonra əminəm ki, videonun sonunda peşman olmadığınızı, vaxtınızın boşa getmədiyini görəcəksiniz. Onu qeyd edeyim ki, bizim aşağıda ödənişsiz olaraq WhatsApp qrupumuzun və kanalımızın linki olacaq. Dərhal aşağı keçirsən, mübarək barmaqlarına təbii ki, kanalımıza abunə olandan sonra girsən, bir dənə ora tık edirsən və salam. Oradan keçid eləyəcəksin bizim ödənişsiz WhatsApp qrupumuza və ya kanalımıza. Hər hansı bir video paylaşıldıqda, qısa video, böyük video, materiallar paylaşıldıqda, suallar əsasən ora göndərəcəm. Bu tip şeylər paylaşıldıqda daha tez xəbəriniz olsun deyə bu qruplarda olmaq sizin üçün olduqca faydalıdır və həmçinin ödənişli olaraq mətn və sınaq qruplarımız demək olar bütün fənlər üzrə var. Həmçinin oktyabrdan başlayaraq, yəni sıfırdan başlayan oktyabr qruplarına və ya buraxılış üzrə qrupumuza da qoşula bilərsiniz. Qoşulmaq üçün 055 597 01 51-ə yaza bilərsiniz. Bismillah, getdik. Bu topladığım nümunələr ötən il imtahana düşənlərin əsasında. Bilirsiniz, buraxılış imtahanına da yəni blok kimi deyil. Məsələn, blokda tutaq ki, verir, oxuyursa, eşidirsə sözə, iki sözü verir. Bunu eləyir Venn diaqramda, məsələn, müqayisə edirsə, gedişat belədir də, blokda 27 dənə dil qaydası var. Yəni, 3 dənə situasiya, 27 dil qaydası var və bu 27 dil qaydasına da istənilən qədər sual sığdırmaq olur. Buraxılışda isə vəziyyət biraz fərqlidir. Buraxılışda 10 dənə sualdır. Məcburdular, amma 10 sualdır, mövzu da 30-a yaxın mövzudur. Məcburdur ki, ora zərfdən də, isimdən də, sifətdən də, feildən, yəni həm əsaslı diksiyasından, köməkçi diksiyasından, yəni hər yerdən sual salsınlar. Bunun üçün də yeganə variantı nədir? 2 dənə cümlə verirlər, 2 iri cümlə. O cümlənin içində səndən ismin halını soruşur, zərfin məna növünü soruşur, əvəziyin məna növünü soruşur və yaxud cümlələr verir, deyir ki, mübtədaları ifadə vasitələrinə görə uyğunlaşdır. Orada verib, məsələn, xəbər verib, sonra mübtəda verib. Bir qoyub, tutaq ki, mübtəda, 2 qoyub, xəbər. Sonra variantlarla uyğunlaşdıracaqsan ifadə vasitə və yaxud burada isim, sifət verib onu uyğunlaşdıracaqsan. Yəni, bir şəkildə səndən uyğunlaşdırma istəyir ki, sən orada, məsələn, biri olacaq isim, biri olacaq say, biri olacaq əvəzlik. Yəni, bütün mövzulardan sual salınır. Yəni, buraxılışda sual azdır. Yəni, dil qaydası sualı az, 10 sual. 10 sualın içində məcburdular ki, bütün dil qaydalarını sığdırarlar. Ona görə də sizin probleminiz olur. Deyirsiniz ki, müəllim, nətər olur ki, mən gedirəm, ismi qəşəng yazıram, sifəti qəşəng yazıram, testləri əla, amma mən buraxışda tutaq ki, yaza bilmirəm, sınaqda yazıram. Çünki sınaqda suallar qarışıq olur. Bir sualın içində 3-5 dənə mövzu olur. Bax, buna görə siz çoxlu sınaq işləməz. Bax, biz sınaq qrupunda ancaq belə şeylər çox toxunur ki, uşaq ancaq ismi bilməməlidir. İsmin təsiri halını yazmaqla paralel həmin yazdığı nümunədəki cümlə üzvünü də tanımalıdır. O cümlə üzvünü mürəkkəb cümlənin yoxsa sadə cümlənin tərkib hissəsində olduğunu da dəqiq bilməlidir. Ona görə sizə sınaqlar çox lazımdır. Təbii ki, adam hər ay 2 dəfə, 3 dəfə sınağa gedə bilməz ki, bir dəfə gedirsən, qalan əlinizdə olmalıdır. Təbii ki, bol-bol sınaqlar və onların izahı. İndi burada keçən belə bir sual düşmüşdü. Yazır ki, verilmiş cümlələrdə isə nəyə qoşulub? İndi hər il eyni şey düşmür də, başqa cür düşə bilər. Əsas odur, sən mahiyyəti biləsən. Bax, oxuyurdusa, eşidirdisə və danışacaqdısa, sözlərinin tərkibində nələr var? Gəlin onu öyrənək, yəni bunu bilən oradakı sualları yazacaq. Oxu sözünün köküdür. Eyni formalı şəkilçi, leksik heç qrammatikdən söhbət gedir feildə. Ya olacaq, zaman, yəni ya zaman olacaq, ya hissəcik olacaq. Bəs bunları necə fərqləndirməliyim? Yadında qalsın. Sözə zaman şəkilçi birbaşa başlanğıc formaya artırılır. Birbaşa başlanğıca. Bax, zaman şəkilçisindən əvvəl maq artırmaq olur. Maq artırmaq olur. Hissəcikdən isə əvvəl maq artırmaq olmur. Bax, gəlin baxaq. Oxuyur, bu zaman, gəl urdan qabaq maq artıraq, oxumaq. Deməli, bəli, oxuyur nədir? İndiki zamandır. Məzmun olaraq oxuyurdusa, 2000 il qabaq filankəs bunu oxuyurdusa, oxuyubsa, oxumuşdusa, oxuyurdusa, oxuyacaqdısa, bu cür yanaşma. Azərbaycan dilində zamanlar şəkilçi ilə, qayda ilə öyrənilir. Məzmunla
anlama ilə öyrənilmir. Bax, oxuyursa sözünü ur nədir? İndiki zaman. Bir sözdə iki zaman şəkilçisi ola bilməz. Deməli, avtomatik bu d nədir? İdidir. Oxuyur idi deməkdir. Yəni bu buna dedik zaman. Yəni bunun bir zaman ola, iki zaman ola bilməz. Oxuyur. D avtomatik olacaq o nə? Şuhudi keçmiş. Çünki şuhudi keçmiş zaman. Dedik axı zamandan qabaq maq artırma olur. Məsələn, deyirəm ki, tutaq ki, danışıldı. Biraz uzaqlaşdırırım şəkilçini. Danışıldı. Bilmək istəyirəm ki, bu d ididir yoxsa zamandır. Danışılmaq. Avtomatik bildim ki, maqla bildim ki, d-dan qabaqki hissə başlanğıc formadır. Yəni d burada şuhudi keçmiş zamandır. Amma deyəndə danışırdı, d-dan qabaq maq artıq danışırmaq olmaz. Deməli, d burada oldu şuhudi keçmiş zaman, digərində isə oldu nə? İdi hissəciyi. Belə, burada da olacaq nə? D nə? İdi hissəciyi. Sonra nə gəlir? Təzən bir dənə sa gəlir. Sa da nəyə oxşur? Sa şərt şəkilçisinə. Məsələn, deyirəm ki, aparılsa. Aparılsa. Düzdürmü? İndi şərt şəklinlə sa-la da isə hissəciyini fərqləndirmək üçün yenə də sa'dan qabaq maq artıracaqsan. Gəlin baxaq. Aparılmaq. Gördün? Sa şərt şəkilçisi birbaşa başlanğıc formaya qoşulur. Hissəci isə başlanğıc formaya qoşula bilmir. Gəl bunu müqayisə eləyək. Oxuyurdumaq olmaz. Deməli, burada sa'da nədir? Hissəcidir. Hə, nə baş verdi? Hissəci hissəciyə qoşuldu. Sa, yəni isə hissəciyə qoşuldu idi hissəciyə. Hissəcidir. Bir sözdə iki zaman olmaz, amma iki hissəci olar. Bax, bu da onun sübutu. Qeyd dəftərinizi mütləq bunu əlavə edin. Sonra gəlirəm, eşidirsə artıq bunlar əvvəlki öyrəndiyinizin qaydalı nümunələrdir. Eşidir, eşitmək sözün kökü, indiki zaman, hissəci, çünki eşidirmək demək olmur, eşidirmək də demək olmur, deməli, bu da isə. Bu, zaman, idi hissəci, hissəci. Sonra danışacaqdırsa, məzmun olaraq danışacaqdır nəyə oxşur? Keçmiş zamana bənzir, düz d-yə görə. Amma sən nəyə baxsın? Kökü danışdı, danışda nə yaran? Danışacaq. Acaq nə şəkilçisidir? Acaq, deməli, qəti gələcək zamandır. Acaq qəti gələcəkdir. Acaq qrammatik, yəni qəti gələcək. D hissəci, sa da hissəci. Vəssalam. Belə. Bu tip sualları da birbaşa da soruşa bilərsən. Nümunənin içərisində soruşa bilər. Yəni fərqli formalarda sizdən soruşa bilərlər ki, məsələn, iki sözü verər. Döyüşçü, döyüşmək sözlərini verər və yaxud ağartı, yaralı sözlərini verər, digər feilinin yarınanı göstərir və yaxud Eyler-Venn diaqramında müqayisə ilə də deyə bilərsə. Gəlin baxaq. Sözün kökü nədir? Döymək. Döyməkdə nə yaranır? Döyüş. Döyüşdən də döyüşçü. Düzdürmü? Bunu bu cür etdik, getdi. Problem yaranmadı. Hə. Bəs artıq burada ikinci qayda ortaya gəlir ki, mən bunu bilməliyəm. Döyüşçü sözü nədən yaranır? Döyüş sözündən. Təhlil elədim, getdi. Yəni, hər şey təhlillə bitmir. Təhlilin özünü də tətbiq eləmək lazımdır. Yəni, ondan da, təhlilin özündən ağıllı istifadə eləmək lazımdır. İndi gəlirəm, baxıram. C şəkilçisini artırdım döyüş sözünə. Yaxşı, döyüşçü sözü yaranır döyüşdən. Məzmun olaraq, yəni məntiqlə düşünsək, həm döyüşçü döyüşən adama da deyirlər. Döyüşçü döyüşü bilən adama da deyirlər. Bəs indi hansıdır? Artıq burada məntiq dayandı qıraqda, məzmun dayandı qıraqda. Burada artıq bu şey keçmədi. Hə, mən artıq orada ehtiyatdan başqa bir şey çıxarıram ortaya. Nədir bu? C şəkilçisi C üstüdür. Artırıla bilir nəyə? Artırılır isimlərə. Başqa bir nümunədə yoxlayıram. Görürsünüz, əzbər lazım deyil. Sadəcə başqa bir yoxlama aparıram burada. C şəkilçisi artırılır nəyə? Balıqçı, dənizçi, işçi və s. Artırılır nəyə? İsimlərə. Deməli, döyüşçü sözləri, döyüş sözü neymiş? İsimmiş. Çünki döyüş sözü həm isim ola bilir, həm feil ola bilir. Feilə C artıra bilmədiyimiz üçün məcburam deyəm ki, döyüş isminə artırılır. Döyüşçü sözü düzəldi nədən? İsimlə. Sonra, eyni qayda döyüşkəndə də baş verəcək, görək onu necə biləcəyik. Döyüş sözün kökü, döydən yarandı. Döyüş,
döyüşdən yarananda döyüşkən. Rahat getdik bunu. İndi soruşuram ki, döyüşkən sözü nədən yaranıb? Döyüşdən. Hansı döyüşdən? Döyüş feilindən yoxsa döyüş ismindən? Bunun üçün yenə bayaq tətbiq elədiyin qaydanı indi də burada tətbiq edəcəksən. Kən şəkilçisi nəyə artırıla bilir? Məsələn, sürüşkən. Sürüşkən sözünə kən nəyə artırıldı? Feilə. Deməli, döyüşkən sözündə də kən artırılacaq döyüş feilinə. Çünki biz bilə bilmərik, döyüşü bilən adama döyüşkən deyilir, yoxsa döyüşən adama döyüşkən deyilir. Bilmirik, məzmun burada da, yəni qısası şəkilçinin artırıldığı söz amonimdirsə, bu zaman bu dediyim qaydanı tətbiq edəcəksin. Amonimdirsə. Məsələn, bu nümunə sənə lazım ola bilər. Bax, burada boyalı. Boya sözü amonimdir, həm boyamaq, həm də rəng boyasıdır. Düzdür? Bu zaman sən bu qaydadan istifadə edəcəksən. L şəkilçisi nəyə artırılır? Adlardan sifət düzəldən şəkilçidir. Məsələn, nə bilim, həyalı, mənalı, yağlı, yağsız və s. Düzdür? L şəkilçisi adlara artırır. Yəni, boyası olan mənasını verən L-dır. Boyalı, boyasız. Düzdür? Və burada da eyni qaydanı tətbiq edirsən. L nəyə artırılırmış? Adlara, yəni isimlərə. Və burada da deməli boya isim imiş. Amma deyirəm, məsələn, gəlin buna baxaq. Boyanmaq, boyanmaq. Düzdür? Boya sözünün kökü N. İsimdən yaranıb, yoxsa feildən? Bunu bilmək üçün nə edirəm? Təzədən N-nı başqa sözə artırıram. Sınanmaq, daranmaq. Daranmağın kökü nədir? Daramaq. Dara nədir? Feil. Deməli, N şəkilçisi feilə aid şəkilçidir. Deyə bilərsin, ay müəllim, bu mənə harda lazım olacaq? Yəni, söhbət Azərbaycanla gedir. Nə deyə təhlildir? Sən bunu biləndən sonra feilin növləri mükəmməl biləcəksən. Feilin quruluşca növlərini əla biləcəksən. Qrammatik məna növlərini qəşəng biləcəksən. Yəni, əgər 3-cü qrupsansa, bunları mütləq şəkildə bilməsən. Yəni, bunları bilən 3-cü qrupunda gedib 20-dən aşağı yazma imkanı yoxdur. Yəni, bunu bil, bir zəhmət, biraz da irələ, cümlə özbülənində yaxşı bilsin, sintaksda yaxşı bilsən, sən artıq 20-nin üzərində düzün var və bu gedişat gedir nəyə doğru? Polis akademiyasına o formaya doğru gedir ki, o gələn vaxt artıq bura K yazılacaq. Kursant. Dəli. Bildiniz? Döyüşkən sözü nədən yarandı? Döyüşmək feilindən kən şəkilçisi ilə bildim. Gələn bura. Burada artıq rahatdır. Burada rahatdır. Sözün kökü ağdır. Ağdan nə yaranır? Ağarmaq. Ağarmaqdan ağartı. Ağ rəngli, sifətli ağdan ağarmaq feil, ağarmaqdan ağartı isim. Deyə bilərsən ki, sözün kökü nədir? Sözün kökü başqa şeydir, yarandığı başqa şeydir. Əgər sözdə 2 şəkilçi varsa, yəni minimum 2 leksik şəkilçi varsa, bu zaman son leksik söz nədən yaranıb deyiləndə son leksik hansı sözə artırılıbsa onunla götürəcəksən, kökü ilə götürməyəcəksən. Mən Bakıya gəlmək üçün Qobustanın Sündü kəndindən çıxdım. Gəldim Qobustanın özünə, Mərəzəyə. Düzdür? Dayandım orada, işlərimi gördüm. Oradan da gəldim Bakıya. Mən Bakıya hardan gəldim? Mərəzədən. Düzdür? Amma mən əvvəl tam kökdə 3 gün qabaq, 5 gün qabaq Sündüdə olmuşum. Bunun məsələsi nə dəxli? Mən hardan gəldim? Yəni, tutaq ki, Hüseynov sənin babandır. Tutaq ki, Əli sənin dədəndir. Sən kimin oğulsan, Əlinin oğulsun. Baban kimdir, onun nə dəxli var məsələ? Yəni, sonuncu səndən əvvəlki nədirsə, ondan adlandırılırsan. Burada da məsələ budur. Nədən yaranıb? Bax, ağartı sözünün kökü ağ sifətidir. Olsun da, sən o lazım deyil ki. Sən lazım ki, ağartı özü nədən yaranıb? Özü. Düzdür? Deyir, dədəndən danışma, özümdən danış. Ağar sözü, ağartı, bilirsiniz o kimə deyilir? Bilirsən, mənim atam filan yerdə işləyir, əmim filan yerdə işləyir. Bizə də bilirsin, uşağı gətirirlər. Uşağı 2 dənə sual verirəm. Andallah ismin hallarını tanımır. Keçən dəfə bir gün üçün 2 dənə şok yaşadım. Biri dedi, ismin 8 hal var. Digərsə, yəqin o ərəb dilini gözəl bilirmiş. Dedi, ismin 3 hal var. Yəni, bir gün içində mənə 2 şoku yaşatdılar. Dedim, yəqin
alimlərimiz yenə də nəsə ediblər, bilməmişik, amma bu oxuyardıq, bilərdik hardansa 3 halı. 6 hal çoxdur. Bunun üçün ləğv eləyin geçsin. Deməli, adlıq, təsirli, bir də yəri. Üçü çətindir axı. Amma zorla, deyirəm, bunları ləğv eləyirlər. Qalır nədir? Yerli, çıxışlıq, bir də yönlük. Nə var onu tapma, nənəm də tapar. Valideynlə də danışırsan, deyirsən belə, bilirsən bu uşağın ümumən bir çox valideynə görürəm bunu, deyir ki, bu uşağın əmisi qırmızı diplomla Moskvada bitirib, babası nə bilim riyaziyyatçıdır, nədir filan, nə bilim nə. Bunu danışan anasıdır da adam utanır deməyə ki, sənin uşağın ana tərəfə çəkib. Mən neyə bilərəm? Sizə çəkib, sizdə də yoxdur. Yəni yazıb ümidlə oxuyan nəsilə gedib elə bir uşaq eləcək, uşaq gəlib çəkib dayılarını. Bir ax sizlərdən zarafat edim, xətrinizə dəyməsin. Ağartı sözü nə oldu? Yarandı ağarmaq feilindən. Bildiniz? Vəsəm, bir də görürsünüz sizi belə sözlər çaşdıra bilir. Qaraltı. Bunu biraz yuxarı levellər bu sualı verə bilirlər. Da verməyin, ehtiyac yoxdur buna. Bax, bir də görürsünüz deyir ki, müəllim, ağartmaq sözü var axı, ağartmaq sözü var və yaxud qaraltmaq sözü var axı. Niyə qaraltı, yəni qaraltmaq feildir, feildən ı şəkilçisindən isim yaratmaq olur, çək-çəki, düzdür? Niyə burada, qorxu kimi, niyə burada məsələn qaraltı sözü qaraltmaq sözündən yaranmır? Tam da məntiqli, məzmun uyğun gəlir, qayda uyğun gəlir. Nədir orada problem? Niyə ona mane olursunuz? Burada məsələ budur ki, məsələ elə doğrudan budur, ciddi deyirəm, budur. Budan oyuna bir cavabı yoxdur. Məsələ budur ki, belə sözlər Dövlət İmtahan Mərkəzi, həmçinin müəllimlərin işə qəbul imtahanında bu cür yanaşırlar. Yəni, t şəkilçisini parçalamırlar. Bunu əzbərlə. Yəni, buna elə orada da cavab budur. Budur. Cavab budur. Çünki məntiqlə tamamilə uyğun gəlir. Amma yəqin ki, t şəkilçisinin xətrinə dəyməmək üçün onu parçalamırlar ki, eləməyək də dəymir. Yəni, heç nə. Sən t-nı bütöv götür. Qızartı, ona qalsa qızartmaq sözünü götür. Tam da məntiqlidir. Qızartıdır, qaraltıdır, ağartıdır. Bu tip sözlərin hər birində t-ı, yəni t-nı bütöv leksik şəkilçi kimi götürəcəksiniz. Yəni, qəbul olunan budur. Sonra gəldim yaralıya. Yaralı sözünün kökü, çox adam bunu qarışdırır. Yara deyil, yardır, yar. Yar deyəndə ağlına ancaq belə quşlar uçmasın, ürəklər çıxmasın oradan belə. Yaralı deyirsə sözün kökünə yar var, yar, bağırın, yaralar. Yar nədir? Nəysə yarmaq, bölmək, bir şey yardınsa, o nə olur? Yara bağlayır, yara. Yara bağlayandan sonra yarası olan adama da deyirlər yaralı. Deməli, sözün kökü yardı, feil. F yazdım təpəsinə. Sonra yara ismi, isim. Sonra yaralı, sifət. İndi yaralı sözü nədən yarandı? Demə feildən. Bu əzən şilən qulağını demə. Olmaz uşaqlar. Yaxşı mı? Yaralı sözü feildən yaranmadı. Abala dedim axı, indicə dedim. Niyə elə danışırsan, əsəbləşdirsən mən, düşməlmə. Yaralı sözü yarandı nədən? Yara ismindən. Bildin? Yar feilin buraq da başın. Səhərdən nə danışdın? Hara baxırdın sən? Ağıl narada qalıb? Nə fikirsən sən? Özünə gəl, qayıt, kəndinə gəl. Yaralı söz nədən yarandı? Yara ismindən. Bildiniz? Yara ismindən. Yar feilindən yox, sözün kökü yardı. Yardan yara ismi yarandı, yara ismindən yaralı sifət yarandı. Qutar da, bəs, bitti, finish. Əssalam, sonra. Bax, bir də eynən bu cür sual var idi. Keçən düşən suallardan danışıram. Belə bir sual var idi. Sarı, sağ, dik, az, min, dolu, aş, bu tip sözləri məsələn belə verə bilər. Məna tayları sifət feil kimi olanları göstər. Məsələn, bu il verə bilər ki, məna tayları isim feil olan, məna tayları sifət isim olanları göstər. Tutaq ki, nümunə yazıram, buruq. Buruq. Buruq sözü. Buruq sözünün kökü nədir? Məsələn, bur, bu da uq. Neft buruğu. Buruq nədir? İsim. Bir də deyirəm ki, buruq saç. Sifət. Məna tay nə deməkdir? Yəni, bu amonimin biri
İki amonim iki tərəf olur da. İki söz bir-birinə amonim. Tək özü başına amonim ola bilməz. Bunun biri olur sifət, yəni buruq saçda buruq sifətdir. Buruq neft buruğu, buradakı buruq isə isimdir. Məna tayları bu deməkdir. Bu qeyri-adi bir şey deyil. Hə, indi gəlirəm bunun məna taylarını tapmağa. Məna tayı tutaq ki, sifət isim ola bilər, biraz çətin dedim. Sifət feil, bir tərəf feil olan çox rahatdır. Necə tapacaq deyəcəm. Bir tərəf feil olanda rahatdır. Məsələn, bura bir yol da əlavə edir. Məna deməli feil olanda rahatdır. Maq qoy get. Sarımaq. Neysə sarımaq. Bir də sarı rəng. Evə sarı və s. Səndən sarı. Qoşma da ola bilər. Sifət də ola bilər. Feil də ola bilər. Sonra sağ. Hə, yer gəlmişə sağ sözünü keçən buraxılışda sifət götürüblər. Nə dərəcədə uyğundur? Uyğun deyil, axır götürüldükləri budur. Sağ tərəf deyir amma. Buradakı sağ sifət, yəni sağ sözünə qısası sifət kimi götürürlər. Bitdi getdi məsələn. Sağ, bir də sağmaq. Nəyi sağmaq? Feil və isim dik, yer, bir də deməli dikmək, gözünü yerə dikmək. Feil. Azmaq, deməli sarıdır, sağdır, dikdir. Orada sual belədir. Sifət və feil olan məna tayları. Sarı, sağ, dik. Həm sifət olur, həm də feil olur. Bir söz həm deməli sifət və feil olursa şərti ödədi. Müəllim o qoşmada olurdu, olsun da. Nə olsun ki? Olsun da. Mən məsələn Azərbaycan dili müəllimi kimi işləyə bilirəm. Həmçinin mən ədəbiyyat müəllimi kimi işləyə bilirəm. Sən gəl məndən soruşsun, sən hansı fənlər tədris edirsən deyəcəm Azərbaycan. Və sən ədəbiyyat tədris edirsən, onu da biləm, bunu da biləm. Bildiniz? O da onun kimi bir şeydir. Bu indi başqa nömrədə də işlənə bilər, burada da işlənə bilər. Yəni sən 2 yerdə, 3 yerdə, 5 yerdə işləyə bilərsən. Nə problem var ki orada? Belə 1000 olacaq nə? Ədəd 1000 adam və yaxud bir də minmək feil kimi. Bu oldu nə? Feil və say kimi. Bu il bəlkə belə düşər. Hər variant deməyə çalışıram. Azmaq və az, yəni miqdar kimi. Sonra dolu, göydən yağan dolu isim, bir də dolu qab sifət. Daşmaq feil, bir də daş əşya, yəni isim və feil kimi işlənə bilir. Belə. Sonra növbəti sualımız isə, yəni mütləq şəkildə sizə istər blokda, yəni 3-cü qruplara, istər buraxılışda 9-lara, 11-lərə sizə mütləq bir sual cümlənin şəxsə görə növlərindən düşür. Sadə cümlənin şəxsə görə növlərindən sual düşür. Bu, mürəkkəb cümlənin tərkib hissəsində ola bilər. Məsələn, baş cümləsi müəyyən şəxsli, budaq cümləsi şəxssiz olan nümunəni göstərin. Deyə bilər. Və cümləni verər, o cümlənin təhlilində yaza bilər ki, baş cümlə müəyyən şəxsildir. Səhvlərin birinə verər ki, tutaq ki, budaq cümlə şəxssiz cümlədir, hər nəsə. Bu cür suallar qarşınıza çıxa bilər. Belə, indi cümlənin şəxsi növləri çox rahatdır. Sən cümlə üzvlərini tanıyırsansa bunu biləcəksin. Hər birinin 1-2 qaydası var, deməli hər yanı keçirim. Rahatdır. Məclislərdə sizlərdən bəhs edilirdi. Şəxssiz cümlə deyə bir şey var ki, bu cümlənin əvvəli xəbəri üçün təkində olur. Üçün təkindədir. Mübtədası isə olmur, təsəvvür olmur, bərpa olmur, xəyal edilmir, heç nə edilmir. Bildiniz? Məclislərdə sizlərdən bəhs edilir. Əvvəlinə o qoy. O, məclislərdə sizlərdən bəhs edilirdi. Edirdi demirəm, edirdi olsa müəyyən şəxslə. Əli, məclislərdə sizlərdən bəhs edilirdi. Dostum, məclislərdə sizlərdən bəhs edirdi. Uşaqlar sizlərdən bəhs edilirdi. Deyə bilmirəm. Deməli, bu nədir? Bəhs edilir, bəhs edilmək şəxssiz feil olduğu üçün, yəni şərt deyil sən o şəxssiz feilləri biləsin. Əvvəlinə bir də mübtəda artır, qoya bilmədin, deməli şəxssiz cümlədir. Görürüz, şəxssiz cümləni də öyrənirsiniz. Sonra, məclislərdə sizlərdən bəhs edirdilər. Kim? Onlar. Əgər bir cümlənin əvvəlinə söz olaraq onlar artıra bilirsənsə, onlar. Bax, cümləni nə dedim? Artıra bilirsənsə. Müəllim, orada varsa, zəhər orada varsa. Deyirəm ki, artıra bilirsənsə. Yaxşı, müəyyim, nə dedim ki? Uşaqlar, bildiniz? Onlar artıra bilmək. Varsa yox, varsa varın adı vardır. Artıra bilmək isə yoxdur ki, artırırım.
Bildiniz, səni bir WhatsApp qrupuna artırırlar. Sən varsansa, orada qrupda varsınız, artıranda artırmaq olur mu? WhatsApp yenidən artıra bilir mi sən ora? Artıra bilmir, çünki orada varsan. Amma yoxsansa, sən o qrupu artırmaq mümkündür. Ki, qrupu artırmanı bağlamamısanız. Belə. Yaxşı uşaqlarsınız, şirin uşaqlarsınız. Cinədir, şirin deyirsiniz. Məclislərdə sizdən bəhs edirdilər. Kim? Onlar. Yaxşı mı? Onlar. Əvvələn onlar qoya bilirsənsə, olur bu da nə? Qeyri müəyyən şəxsli. Bəs onlar bu cümlədə olsa necə olacaq? Onlar bu cümlədə olsa, bu cümlə artıq mübtədalı cümlədir. Mübtədası olan cümlədə artıq qeyri-müəyyən yox, müəyyən şəxsi cümlədir. Çünki məclislərdə sizlərdən bəhs edirdilər, məzmun nəzərim. Kim? Kimsə, onlar. Bilmirik kimdir. Düzdür? Deyirəm ki, içəridə oturmuşuq, bir deyirəm, adamlar olur, tık nəsə belə səs gəlir ki, gəldilər. Kim gəldi? Heç bir cavab verir. Gəldilər. Bilmirik kimlə danışır. Kimsə gəldi. Bir də deyirəm ki, məsələn, onlar gəldilər. Artıq mən bildiyim adamlara onlar deyə bilərəm. Fikir verirsiniz? Yəni, buradakı incə məntiqə. Belə, bu olur qeyri-müəyyən şəxs cümlə, bu olur şəxsi cümlə. Əgər əvvələn mübtəda olsa, olur müəyyən şəxs cümlə. 3 cümləni öyrəndik. Qeyri-müəyyən şəxs cümləni əvvələn onları artırmaq olur. Xəbəri də 3-ün cəmində olur. Bildiniz? Belə. Görürsünüz, nə qəşəng fəndir. Öyrənin də belə, öyrənin. Burada nə var ki? Nə var deyil? Yox, biraz əziyyət tələb eləyir, amma öyrənəndən sonra olduqca maraqlıdır. Hamınızı uğurlar arzulayıram. Bu arada bizim onlayn qruplarımıza qoşula bilərsiniz, blog qruplarımıza. Niyə bunları sonda deyirəm? Çünki sonuna qədər mənə izləyən artıq mənə lazım olan şagirddir. Çünki o səbri çalıb sonuna qədər izləyir. Əvvəldə o izləyib 2 dəqiqədə çıxdı, mənə lazım deyil. Sonuna qədər izləmişsənsə artıq sən mənə lazım olan şagirdsən. Bizim onlayn qruplara qoşularaq sən sıfırdan başlayaraq tam proqramı gözəl bir şəkildə mənimsəyə bilərsən. Birinci qrupsansa riyaziyyatdan, fizikadan, kimyadan, yəni bütün fənlərindən, sənə lazım olan bütün fənlər. Üçüncü qrup üçün xüsusən dərmandır, ədəbiyyat, öz yerində, tarix, Azərbaycan, hamısı qəşəng. Siz qoşularaq bizim qruplara sıfırdan başlayan qruplarımızla 4-5 ay, yəni marta qədər, yox, hətta fevrala qədər proqram tamamilə bitirəcəyiz. Blokaj aşanlar isə martın sonuna qədər proqram, yəni təsəvvür edək, tarix indi başlayırsa, martın sonuna qədər bitirmiş olacaqsın. Qiymət də ki, büdcəyə uyğundur, yəni 50 manata o keyfiyyətdə 4 ay, 5 ay proqram bitirmək, bu keyfiyyəti heç kim sizə verə bilməz. Həmçinin bizim mətn qruplarımız var, bir də bizim sınaq qruplarımız. İstəyirsən mətn qrupuna qoşul, ayda 10-dan 15 dənə mətn işlə, izahına bax. İstəyirsən sınaq qrupunda ancaq sınaq işlə, belə şeylə ancaq işləyəcək, sınaq işlə. Sadəcə orada mövzu gələcək. Məsələn, təzə qoşulmuşsan, sən qoşulan kimi azdır, mən sənin mürəkkəb cümlə işlətməyəcəm. Yəni, başdan standart gələcək. Məsələn, X müəllimin qrupunda hazırlaşsan, lap yaxşı, hazırlaş, mən sənə deyə bilərəm ki, hazırlaş, amma orada sən sınaq görmürsən. Gəlirsən, burada da sınaq işləyirsən, orada tutaş, dərsə girsən və yaxud rayonda oxuyursan, əyən gedirsən müəllim yanına, müəllimin əlində olan sınaq tutaq ki, ancaq məsələn, sənə yetməyən sualları, sən sınaq çox işləyirsən, qoşursan, buradan da faydalanırsan, oradan da faydalanırsan. Yəni, əsas olan odur ki, sən sonda daha çox bal yığasan və istədiyin yerə qəbul olasan. Bu qədər, hamınızı uğurlar arzulayıram. Yəqin ki, səhifəni izləmək və aşağıda WhatsApp qrupumuza və kanalımıza abunə olmağı yaddan çıxarmazsınız. Bu qədər, sağ olun.